Hazırda Azərbaycanda icbari tibbi sığorta çərçivəsində 3315 tibbi xidmət təminatı alınıb. Bu xidmətlərə ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək və sümük ilik transplantasiya kimi mürəkkəb və dəyəri yüksək əməliyyatlar daxildir. Bəs görəsən gələn ildən hansı yeni tibbi xidmətlər sığorta hesabına qarşılanacaq? Məsələ ilə bağlı icbari tibbi sığorta Dövlət Agentliyindən Baku WS-ə bildirilib ki, növbəti ildən xidmətlər zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlər əlavə olunacaq. Mövcud xidmətlərin çeşidi artırılacaq, mürəkkəb cərrahi əməliyyatlar, kəsiksiz damar əməliyyatları, qarın boşluğu, baş, beyin və göz əməliyyatları da təminata daxil ediləcək. Eyni zamanda ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması da planlaşdırılır. İlk mərhələdə ürək-damar xəstəlikləri, sonrakı illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar təmin ediləcək. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.